8 Mart Beynəlxalq Qadınlar Günü haqqında ətraflı məlumat paylaşacağam. Video keçməzdən öncə zəhmət olmasa, hələ də kanala abunə deyilsinizsə, kanala abunə olub, bildirişləri aktiv edib, videonu bəyənib, şərh bölməsində öz düşüncələrinizi yazmağı unutmayın. Beynəlxalq Qadınlar Günü hər il 8 Mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram günüdür. 8 Mart postsovet respublikalarında, habelə Angola, Burkina Faso, Gvinea, Bissau, Kamboçya, Çin, Kongo, Laos, Makedoniya Respublikası, Mongolistan, Nepal, Şimali Koreya və Ugandada qeyri-iş günü sayılır. BMT də 8 Martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb. 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq 8 Mart 1857-ci ildə ABŞ-ın New York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı. 8 Mart 1908-ci ildə New York Sosial Demokrat Qadın Təşkilatının çağırışı ilə 15.000 qadın daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı çörək və gül idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında New York'da baş tutmuşdur. Bu, Amerika Sosialist Partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu. 1909-cu ildə isə Avropadakı qadınlar fevral ayının son bazar gününü, fevralın 28-ini ilk qadın günü olaraq keçirdi. 1910-cu ildə 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 Martında New York'da başlayan mübarizənin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Clara Zetkin adlı bir Alman sosialist qadını Amerikada 8 Martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 Mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. Bəzi tarixçilərin fikrincə 8 Martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Clara Zetkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yahudi Clara Zetkinin təşrif etdiyi 8 Mart günü 1910-cu ildə Yahudilərin Purim bayramı ilə üst-üstə düşürdü. Qeyd edək ki, Yahudi təqvimində Purim bayramının
yeri dəyişir. Purim bayramı isə Yahudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünü müdafiə haqlarını simvolizə edir. 1911-ci ildə Kopenhagen qərarından sonra ilk dəfə olaraq 19 Martda Avstriya, Danimarka, Almanya və İsveçrədə də bu bayram qeyd edilmişdir. 1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu. Böyük ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu. 1914-cü ilin 8 martında Londonda Bow'dan Trafalgar meydanına doğru qadınların seçki hüququna dəstək yürüyüşü oldu. Sylvia Pankhurst Charing Cross stansiyasının qarşısında nitq söyləmək üçün Trafalgar meydanına gedərkən həbs olunmuşdu. 1917-ci il fevralın son bazar günü Sankt-Peterburqda Qadınlar Gününün qutlama nümayişləri fevral inqilabının əsasını qoydu. Həmin gün qadınlar Sankt-Peterburqda çörək və sülh üçün Birinci Dünya Müharibəsinin Rusiyadakı ərzaq qıtlığının və çarizmin son bulmasını tələb edərək tətilə çıxdılar. Lev Trotski yazırdı. 23 fevral Beynəlxalq Qadınlar Günü idi və üfüqdə yeni mitinqlər və aksiyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar Günü inqilabın inaugurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü, amma tarixsiz şəkildə. Lakin səhər əks göstərişlərə baxmayaraq tekstil işçiləri bir neçə fabrikdə işi tərk elədilər və tətilə dəstək verilməsini xahiş etmək üçün öz nümayəndələrini göndərdilər. Bu kütləvi tətilə apardı. Hamı küçəyə axışdı. Oktyabr inqilabından sonra Bolşevik Aleksandra Kollontaj və Vladimir Lenin bunun SSR-də rəsmi bayram elan etdilər. Amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanı ilə SSR Ali Sovetinin Rəyasət Heyəti SSR-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi. Kommunist quruluşunda Sovet qadınının görkəmli ləyaqətinin xatırlanması ilə Böyük Vətən müharibəsi zamanı vətənin müdafiəsi ilə onların ön və arxa cəbhədəki qəhrəmanlıq və fədakarlıqları ilə və həmçinin insanlar arasındakı dostluğun möhkəmləndirilməsinə, qadınların böyük töhfəsini vurğulamaqla və sülh uğrunda mübarizə ilə. Amma yenə də Qadınlar Günü başqa bayramlar kimi keçirilməlidir. 1917-ci ildə Çar Rusiyasında qadınlar pis həyat tərzinə qarşı çörək və sülh adlı nümayiş keçirdilər. 8 Mart günü olan bu tətil daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başladı. 1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin Beynəlxalq Qadınlar ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. 2 il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişlənməsini və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bütün bunları nəzərə alaraq demək olar ki, 8 Mart sadəcə Qadınlar Günü yox, Qadın İnqilabçılar Günüdür. Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra Birləşmiş Millətlər Baş Ansambleyası üzv ölkələri 8 Martın BMT-nin Dünya Sülhü və Qadın Azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur. 8 Mart Sovet İttifaqından qalma bayram olsa da Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq artıq müstəqillik qazanmış, keçmiş SSR respublikalarının təqvimindən bu günə qədər silinməyib. 1998-ci ildə Azərbaycanda qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur. BMT-nin Qadın Məsələləri üzrə Komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı seçkinliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Azərbaycan qadınların bir qrupuna fəxri adlar verir. Digər bir qrupu isə orden və ya medallarla təltif edir. Əziz xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək olsun. Bəli dostlar, mən İqbal Barlı bu videoda sizlərlə 8 Mart Beynəlxalq Qadınlar Günü haqqında ətraflı məlumat paylaşmağa çalışdım. Əgər videonu bəyəndinizsə, videonu bəyənməyi, kanala abunə olub bildirişləri aktiv etməyi və şərh bölməsində öz düşüncələrinizi yazmağı unutmayın. Sağ olun, salamat qalın.